Ki son zamanlar mən məktəbdən çıxanda uşaqlar falan görürəm, məktəb qarşısında da çox asanlıqla buranı açıb alırlar. Berk turbadır, çox görmüşəm əllərində. Şirinləşdirici kimi bizon əvəzi içirlər. Amma bir təhlükə var, baxın, görürsünüz. 12 yaşına qədər çatmamış uşaqlara, hamilə və süd verənlərə və s. xəstələrə olmaz. 12 yaşına qədər uşaqlar, hətta deyilirsə 15 yaşa qədər. Amma 12 yaş nədir? Birinci, ikinci siniflər, ana ata pul verir onlara. Çünki tərkibində natrium sitrat, kafein, bir çox benzoat, kalium, bunlar hamısı nəzərə alın ki, uşaqlarda güclü ürək döyüntüləri yarada bilər, güclü tənginəfəslik yarada bilər, qəfildən ürəyin ritmini artıra bilər. Bu uşaqlara qəti qadağandır bu içkilər. Siz 1 manat falan verirsiniz, içirlər və çox da əl çatan bir səviyyədədir. Marketdən də alırlar, məktəbin yanından da alırlar.